Hər kəsə salam. Hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Bugün sizlərlə birlikdə bağçamızdan yığdığım göyərtilərlə balva bişirəcəyik. Burada pərpətöyün, cincilim, əvəli, pencar, qazayağı, kəvər, kərəviz var. Siz istəsəniz bura hansısa göyü əlavə də edə bilərsiniz, azalda da bilərsiniz. Göylər haqqında qısa məlumat verib istəyərdim yeməyi bişirməyə keçək. Pərpətöyün A, B1, B2, K vitaminləri ilə zəngindir. Qazayağı bağırsaq parazitlərini bədənimizdən təmizləyir, mədəmizə rahatlıq verir. Cincilim ürəyə çox xeyir olan bir bitkidir, hətta ona ürək otu da deyilir. Əvvəli C vitamini ilə zəngindir, toksinləri bədənimizdən atmağa kömək edir. Kəvər sindirim sistemimizə yaxşı təsir edir. Kərəviz isə həzm asanlaşdırır, qanı təmizləyir, qan azlığını aradan qaldırır. Və bunun kimi bir çox faydaları olan bu bitkiləri birlikdə bişirəcəyik. Əvvəlcə göyləri bol-bol suda yaxşıca yuyuruq. Mən tez olsun deyə blenderla doğrayıram. Siz istəsəniz taxta üstündə bıçaqla da doğraya bilərsiniz. Bu formada doğrayanda çox rahat və tez olur. Doğradıqdan sonra bir hissəsini balva bişirmək üçün götürürəm, digər hissəsini isə torbalara tökürəm. Mən soyuducuya qoyuram, gələn səfər bişirməyə mənim üçün çox rahat olur. Keçək balvanın bişirilmə qaydasına. Bir stəkan yumru düyünü bol suda yaxşıca yuyuruq, 10 dəqiqə suda qaynadırıq. Qaynayan suya göylərimizi əlavə edib qarışdırırıq. Yaxşı qarışdırmaq lazımdır ki, güllər aşağıda qalmasın. Biraz qaynadıqdan sonra üzərinə köpüklər yığılacaq. Köpükləri bu formada yığırıq. Bu formada qaynayanda biz artıq turşusunu hazırlamağa keçirik. 2 xörək qaşığı cavalı turşusunu qaynar suda qarışdırıb həll etdim. Siz istəsəniz başqa turşulardan da istifadə edə bilərsiniz. Mən balvanı turşusuz təsəvvür edə bilmirəm. Balvamız artıq qalınlaşır. Biz ona yağ da əlavə edib 5 dəqiqə qaynadırıq. Bu formada qaynadıqda artıq hazırdır. Bol vitaminli balvamız artıq hazırdır. Qatılığı bu formada olmalıdır. Nə çox duru olmaz, nə də çox qatı olmaz. Bişirən hər kəsə nuş olsun.